Salam hörmətli həmkarlar. Bugün biz sizlərlə birlikdə 18 iyun kimya fənnindən sertifikasiya imtahanına düşmüş bəzi sualların izahına baxacağıq. Birinci sualdan başladıq. Belə bir sual göndəriblər. Bu suallar dildən dilə gəlmiş suallardır, amma bu şəkildə olduğunu deyilir. Deməli, etilen verib bizə C2H4, propin verib bizə C3H4, vinilasilen verib C4H4 şəklində. Və bizə deyir ki, bu qarışıq cəm 1,5 moldur. Bu haqda mən dəfələrlə izah vermişdim. Öz tərtib elədiyim sınaqların da içərisində belə suallar var idi və orada deyirdik ki, əgər karbonların sayı və ya hidrogenlərin sayı eyni olarsa, ümumi mol vurulur indeksdə. İndi 1,5 mol ümumi bizim qaz qarışığımızdır və bütün qazların hamısının indeksdə 4 olduğuna görə 1,5-i vururuq 4-ə eləyir 6 mol. Bu deməkdir ki, qarışığımızda cəm 6 mol hidrogen mövcuddur. Əgər qarışığımızda cəm 6 mol hidrogen mövcuddursa, deməli, onda belə çıxır ki, 6 mol hidrogen atomu 6 qramdır. O zaman 54 qram qarışığın 6 qramı hidrogen isə 54-dən 6 çıxsaq yerdə qalan 48 qramı karbonun payına düşəcək. 48 qram karbon neçə mol deməkdir? Bunun üçün biz 48-i bölürük 12-yə və mol miqdarının 4 mol olduğunu tapırıq. Deməli, cəm bu qarışıqda 4 mol karbon mövcud imiş. Əgər cəm 4 mol karbon mövcud imişsə, 4 mol karbon təbii ki, bizə 4 mol karbon qazı verəcək. Yəni, bu qarışığın yanmasından 4 mol karbon qazı əmələ gəlməlidir. 4 mol karbon qazı əmələ gəlməlidirsə, karbon qazının əmələ gələn kütləsini tapada 4-ü 44-ə vurarıq, eləyər 176 qram. Doğru cavab 176 şəklində götürməli idiniz.